26 iyun Silahlı Qüvvələr Günü Bakının Binəqədi və Nərimanov rayonlarında qeyd olunub. Silahlı Qüvvələr Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən en sayılı hərbi hissəsində təşkil edilən bayram tədbiri dövlət himninin səslənməsi ilə başlayıb. Ordumuzun keçdiyi çətin və şərəfli yoldan danışan hərbi hissə komandiri Vasif Ələkbərov eyni zamanda ordu quruculuğuna göstərilən dövlət qayğısından bəhs edib. Hərbi hissənin şəxsi heyətini əlamətlər gün münasibətilə təbrik edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xalidin İskəndərov Azərbaycanın dövlətçilik və hərb tarixindən danışıb. Dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordunun rolunun əhəmiyyətini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin milli ordumuz və silahlı qüvvələrimiz haqqında söylədiyi müdrik kəlamlara səsləndirən İcra Hakimiyyətinin başçısı müasir milli ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın ümumi lideri Heydər Əliyevin şah əsərlərindən biri adlandırıb. Natiq Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra silahlı qüvvələrin ali baş komandanı kimi hərbi sahədə apardığı islahatlara diqqət çəkib. Qeyd edib ki, bugün sürətlə inkişaf edən Azərbaycanın silahlı qüvvələri də ölkənin bu inkişaf tempinə uyğun şəkildə formalaşır. Daha da güclənir və qüddətlənir. İndi Azərbaycan Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna malikdir. Tədbirdə Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissənin xidmətdə fərqlənən bir qrup əskər və zabiti fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hərbi hissə ilə tanış olublar. Hərbi hissədə əskərlər üçün yaradılan şəraitlə tanışdıqdan sonra qonaqlar şəxsi heyətlə birgə nahar ediblər. Silahlı Qüvvələr Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəxsi heyət üçün konsert proqramı da təşkil olunub.